Dövlət Təhlükəsizlik Xidməti kompleks əks kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepah tərəfindən Xoş gördük. Bugün, əziz həmvətənlər, əslində iftardan sonra biraz istirahət etmək istəyirdim, video çəkmək istəmirdim. Amma Azərbaycan hakimiyyətinin o həmişə bizə yalan danışan saytları gördüm ki, part-apart paylaşırlar. Bu xəbəri Dövlət Təhlükəsizlik Xidməti, sən demə, Sepahın agentlərini Azərbaycanda tutub bir gün İlham Əliyevin İran əleyhində çıxışından sonra. Videonu sizə tam göstərəcəm və izah edəcəm. Tam yalan, yalan Dövlət Təhlükəsizlik Xidməti milləti avam yerinə qoyan yalan xəbər paylaşır. Xahiş edirəm, bu videonu sona qədər izləyin, bəyənin və paylaşın ki, daha çox insan izləsin. Azad Söz kanalına abunə deyilsinizsə, abunə olun ki, sizdən gizlədilən bu kimi gerçəklərdən vaxtında xəbərdar olasınız. İlham Əliyev 5 martda Naxçıvana dron düşməsindən bir saat sonra Təhlükəsizlik Şurasının iclasını keçirdi və İrana ağır sözlər dedi və ordunun hazır vəziyyətdə olduğunu, hücum edə biləcəyini və s. nakişi, şərəfsiz və s. sözlərdən də istifadə etdi. Və bir gündən sonra, maşallah, bizim Dövlət Təhlükəsizlik Xidməti, yəni illərin edə biləcəyi əməliyyatları bir gün içərisində sıxışdırdı və part bu xəbəri paylaşdı. İndi sizə həmən DTX-nın yaydığı o kinonu, show kinosunu göstərəcəm və yalanlarını da ifşa edəcəyik. Milləti sadəcə avam yerinə qoymayın. Nə oyun oynamağınızdan, yəni cəmaata bəlkə də az maraqlı olar. Amma bu milləti üstəgəl də avam yerinə qoyanda, şəxsən mən, yəni məni aldatmalarını istəmirəm mən. Sizi də həmçinin, ay millət. Baxın, DTX nə kino hazırlayıb. Yalandan, deməli, narkotik satan adamları terrorçu haransa partladacaqlarmış kimi göstərirlər. Dövlət Təhlükəsizlik Xidməti kompleks əks kəşfiyyat tədbirləri nəticəsində İran İslam Respublikasının xüsusi xidmət orqanı olan Sepah tərəfindən Azərbaycanda həyata keçirilməsi planlanan terror təxribatların və kəşfiyyat xarakterli məlumatların toplanılmasının qarşısını alıb. Cəmiyyət arasında vahimə yaratmaq, ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirmək məqsədi ilə strateji obyekt olan Bakı-Ceyhan neft boru kəməri, İsrailin Azərbaycandakı səfirliyi, Dağ Yəhudiləri dini icmasının rəhbərlərindən biri və Aşkenazi sinaqoqu hədəf alınıb. Deməli, birinci məsələ, bu tutulan adamlar çoxdan tutulubdur. Bir ildən çoxdur tutulublar. Amma Dövlət Təhlükəsizlik Xidmətinin ağlına gəlir ki, indi bu xəbəri yaysınlar. Və eyni zamanda terrorçu adıyla, haransa partladacaq adıyla, kimlərisə Yahudi icmasının nümayəndələrini öldürəcək adıyla tutulan adamlar narkotik maddəsilə tutulan adamlardır. Təsəvvür edirsiniz, onları yüklüyüblər narkotikin yanına, bir də terrorçu haransa sən partladacaqsan maddələri. Yəni, narkotik satan da pis adamdır, şərəfsizdir öz yerində. Terrorçuya yaxın bir şeydir, o da insanları zəhərləyir. Amma sən milləti avam yerinə qoymada, ay Dövlət Təhlükəsizlik Xidməti, sən bunu başqa şeyə görə tutmuşsan, başqa şeyə görə izləmirsən, narkotikə görə izləmirsən, narkotikə görə tutmuşsan, amma terrorçu adıyla xalqa soxuşdurursan, bəstirin də. Qulaq asın, dəyərli dostlar. Ərazisinə 3 ədəd partlayıcı qurğu keçirilib, amma həmin partlayıcıların zərərsizləşdirilərək digər şəxsə ötürülməsinin qarşısı alınıb. İran xüsusi xidmət orqanlarının ölkəmizdə maraq göstərdiyi strateji obyektlər, hədəflər, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin müəyyən olunması məqsədi ilə əməliyyat axtarış tədbirləri təşkil edilib. Baxın, burada üzr istəyirəm, kəsirəm, amma istəmirəm ki, bunların şousunu elə siz hamısını izləyəsiniz. Bax, şərti videolardan istifadə edir, haradasa döyüş yerindən videolar istifadə edir, fikir verin. Nə bilim, Bakıda cəmaatın gəzməsindən istifadə edir, yəni bu videoları göstərir, bayraq göstərir, Ceyhan neft kəmərini göstərir, İsrailin bayrağını göstərir, onu göstərir, bunu göstərir. Sanki kino hazırlayır. Dövlət Təhlükəsizlik Xidməti, sənin işin kino hazırlamaq deyil, sən xəbər hazırlamalısan və xəbəri yazılı şəkildə, bunlar bəyanatdır, sizin açıqlamanızdır. Ya DTX-da iş bilənlər yoxdur, ya da ki, milləti dediyim kimi avam yerinə qoyub, hələ bu sizə göstərdiyim videonu musiqili qoyubdur. Mən musiqini oradan çıxartmışam.
Musiqi qoyub ki, daha bir möhtəşəm iş gördüklərini güya göstərirlər. Qulaq asın. Ölkə ərazisinə məlum konteyner müəyyən Tərxan Təhnam sahib əməliyyat Qulaq asın. axtarış tədbirləri Özü də İranlılar tutmayıblar. İranlılar öz ölkələrində, orada-burada kefdədir. Tutulanlar yenə bədbəxt Azərbaycanlılardır. Demirəm, ha, günahsız Azərbaycanlılardır. İçlərində yəni narkotik satan var. Amma bir də şərləyiblər terrorçu adı ilə. İranlılar isə hardadısa kef eləyirlər. təşkil edilib. Məlum olub ki, İran İslam Respublikası vətəndaşları Rüstəmzadə Behnam Sahibali və Zankiyan Yasir Rahim qabaqcadan əlbir olaraq ölkə ərazisinə partlayıcı qurğu keçirmək üçün Quliyev Tərxan Tərlanoğlu ilə Terrorçu yox, narkotik satanları aparanlar, o əllərində bağlama aparanlar narkotik aparırlar. Terrorçu maddəsi aparmırlar. cinayətkar əlaqə yaradıb. İran İslam Respublikası vətəndaşı Zankiyan Yasir Rahimin tapşırığı ilə Sabayi rayonu Şıxov qəsəbəsi yaxınlığında qoyulmuş bir ədəd naməlum konteyner müəyyən edilib. Konteynera baxış zamanı içərisində obyektlərin, eyni zamanda beton qurğuların partladılması üçün nəzərdə tutulmuş 7 Partlayıcı maddəni qoyublar, gətiriblər hardansa bir qazan göstərirlər orada. Kino çəkirlər də. Bu partlayıcı maddədirmi? Qazandır içində, bəlkə bozbaşdı sən göstərirsən. Bunu sübut kimi xalqa göstərirsən, inandırmağa çalışırsan. Ay Dövlət Təhlükəsizlik Xidməti, nənə kimi sizin yalanlarınızı biz çox eşitmişik. Qarnımız toxdur. kiloqram 730 qram aralığında olan C4 partlayıcı maddənin olduğu aşkarlanıb. Dövlət Təhlükəsizlik Xidmətinin əməliyyat çəkilişləri zamanı Tərxan Quliyevin Ağayev Nicatla birlikdə avtomobillə gələrək konteyneri qoyulduğu yerdən götürdüyü və sonraki günlərdə Bax, Bakıda da, Azərbaycanda narkotiki belə satırlar. Siz başqalarının o etiraflarında da yəqin ki, eşitmişsiniz. Narkotik hardan götürdün sən? O deyir ki, bir yerdə, nə bilim, yolun qırağında qoyulmuşdu, gəldim, götürdüm. Bəs başqa birini danışdırırlar və narkotik necə oldu? Apardım, qoydum ora və tanımadığım adam da gəlib götürdü. Yəni, bunları, narkotik satanları TTX izləyib, amma terrorçu kimi indi bizə bu Naxçıvan söhbətindən bir gün sonra soxuşdururlar. Ayıb da, milləti avam yerinə qoymayın. Bakı şəhəri Nəsimi rayonunda partlayıcı qurğunu gizlətdikləri müəyyən edilib. Daha sonra İran İslam Respublikası Sepahla birbaşa əlaqələri olan İran İslam Respublikası vətəndaşı Azarundbili Hüseyn Savar Saberin tapşırığı ilə ölkə ərazisinə yenidən içərisində partlayıcı qurğu olan konteynerin keçirildiyi məlum olub. Bax, bu da narkotikdir. Partlayıcı maddə falan yoxdur. Onun içərisində uzaqdan idarə olunan Mən nəyə görə əminliklə danışıram? Səbirlə axıra kimi qulaq asın, deyəcəm mən. C4 tipli 2 ədəd partlayıcı qurğu olub. Əvvəlcədən cinayətkar əlaqənin yaradıldığı Azərbaycan vətəndaşı Abdullayev Əsəd Tofiqoğlu gizli saxlanc yerinə gələrək konteyneri götürüb. Bu barədə əvvəlcədən məlumat alındığı Götürdüyü də narkotikdir da. Partlayıcı maddə falan deyil. həmin halın təsbit edilməsi üçün saxlanc yeri DTX tərəfindən gizli video müşahidə ilə təchiz edilib. Sonraki gün Rəşad Rüstəmov və Əsəd Abdullayevin birlikdə Qobustan rayonunun Şıxlar qəsəbəsi Bağlar masivindəki məlum gizli saxlanc yerindən konteyneri götürərək bağlamanı Əsəd Abdullayevin yaşadığı evin yaxınlığında gizlətdiyi aşkarlanıb. Azərbaycan vətəndaşları ilə cinayətkar əlaqə yaradan İran vətəndaşların narkotik maddələrin qaçaqmalçılığı ilə məşğul olmaları ilə yanaşı, İslam İnqilabi Keşikçiləri Korpusu ilə birbaşa əlaqələrinin olduqları təsbit edilib. Qeyd olunanlarla yanaşı Azərbaycan Respublikasında kəşfiyyat xarakterli məlumatların toplanılması, terror, təxribat və sui-qəsd aktlarının planlaşdırılmasını təşkil edən Sepahın Dedim, hansısa kətdə də, qəsəbədə də kino çəkiblər. əlaqə saxladığı şəxslərin dairəsi müəyyən edilib. Belə ki, Bakı şəhəri Qaradağ rayonunun Səngəçal qəsəbəsində körpünün altına partlayıcı qurğunu yerləşdirəcək şəxsə 50 min Birləşmiş Ştatlar dolları vəd edən İran İslam Respublikasının vətəndaşı Şeyxzadə Sajjad Muhammed Sati Sofi Evad Və bu adamın şəklini DTX onun sosial şəbəkə hesablarından götürüb. Uşağının ad günündə paylaşdığı, özünün paylaşdığı şəkli götürüb. Sepahın polkovniki kimi təqdim edirlər bunları. Baxın, baxın. görəcək şəxsin axtarışında olub. Eyni zamanda Şeyxzadənin Azərbaycan Respublikasında yaşayan Yəhudi əsilli şəxslərə qarşı sui-qəsd planlarının hazırlamasında Sepahdan xüsusi tapşırıqlar aldığı məlum olub. Sepah tərəfindən bundan öncəki 3 partlayıcı qurğunun yeri etibar etdikləri şəxslərin təşəbbüskarlarla əlaqənin kəsməsi səbəbindən müəyyən edilməyib. Buna Uşağının ad günündə özünün paylaşdığı şəkili sosial şəbəkə hesabı olan Sepahın bu əməkdaşı müsənnəmə. Dövlət Təhlükəsizlik Xidməti,
Sizin öz əməkdaşlarınıza icazə verirlər sosial şəbəkə işlətməyi, hə? Və sosial şəbəkələrdə öz şəkillərinizi paylaşmağı sizin özünüzə icazə vermirlər. Cəmaatı avam yerinə qoymayın, gicləyirik biz. Sepahın polkovnikidir bu, hə? Və çox əsas və önəmli bir sualı verirəm və bu sual, yəni partlayış yaradacaq bir sualdır da əslində. Yaxşı, Azərbaycanda bax İran terror törədirmiş, Sanqaçalı partladacaqmış, nə bilim Bakı-Ceyhan neft kəmərini partladırmış və Yahudi icmasının nümayəndələrini öldürəcəkmiş, böyük bir terror hadisəsi törədirmiş, bir yox, bir neçə kompleks işlər. Siz bunu cənab prezidentdən niyə gizlətmisiniz? Axı Pezeşkiyan Bakıya gəlir, İlham Əliyev İrana gedir, Hikmət Hacıyev İrana gedir, nümayəndə heyəti İrandan gəlir, öpüşürlər, görüşürlər, qardaş deyirlər bir-birlərinə, candaş, qardaş olublar. Bəs bunu siz niyə İlham Əliyevlə gizlətmisiniz? Axı bunlar terrorçuymuş. Ən azından bunu biraz bir-iki gün əvvəl eləyərdiniz, deyərdiniz cənab prezidentə və ən azından İranın Bakıdakı səfirliyinə getməzdi. Belə terrorçu ölkə ilə nətər bilə-bilə bax bu işləri ölkədə keçirəcək. Bizi niyə xəbərdar etməmişsiniz? Biz cəhənnəm prezidentinizi xəbərdar edərdiniz. Bəsdir nə? Ayıb da. Əziz millətim, bu videonu mütləq bəyənməmisinizsə bəyənin ki, yüz minlər, milyon izləsin, xalqı avam yerinə qoymasınlar. Görürəm, hökumətin yaltaq saytları paylaşır bunu ki, bəs terrorçuları tutublar. Hələ sonuna qulaq asın, gülməlisi sonundadır. Məhkəmə hökmü oxuyublar bunlara. İranlılara yox, Azərbaycanlılara. Görə də İran İslam Respublikası vətəndaşı Hafiz Tavassolinin təşəbbüsü ilə növbəti partlayıcı qurğunun keçirilməsi təmin edilib. Belə ki, paytaxtın Qaradağ rayonunda yerləşən gəmi qayırma zavodunun yaxınlığında bir ədəd 1280 qram çəkidə partlayıcı qurğu Qəllət eləyir Dövlət Təhlükəsizlik Xidməti. Bax, narkotikdir bu, partlayıcı maddə kimi yenə soxuşdururlar. Bu müəyyən edilib. Həmin partlayıcının öldürücü qüvvəsinin təsir dairəsi 250-300 metr məsafədədir. Sepahın əlaqələndirici agenti kimi müəyyən edilmiş Hafiz Tavassoli Ağayeva Xədicə Zakir qızı ilə əlaqə yaradıb, qutunu özündə 2 gün saxlamasını istəyib. Göndərilmiş koordinatdan bağlamanı təhvil alan Azərbaycan vətəndaşı sonraki günlərdə həmin qutunu Masazır qəsəbəsində gizli yerə qoyub. Xədicə Ağayeva bir nəfərin motosikletlə yaxınlaşıb bağlamanı götürdüyünü müşahidə etdikdən sonra Tavassoliyə bu barədə məlumat verib. Ağayeva partlayıcı maddəni Masazır qəsəbəsi ərazisində əvvəlcədən razılaşdırılmış yerə qoyduqdan sonra Sajid Şeyx Cahad Muhammed Sati Sofi Evadın tapşırığı ilə Bax, bu İranda olanlar, İran vətəndaşları, əslində narkobaronlardır, narkotik göndərənlərdir və tutulan Azərbaycanlılar da narkotiki burada satanlardır. Nə oldu? Bu partlayıcı maddəni oradan aldı, o birisi gətirdi, arvada verdi, arvad apardı, bir dənə nə bilim oğlan götürdü. Bunu niyə fırlayırlar ki? Aparıb qoysunlar onu da partladılacağı yerə də. Elvin Əhmədov Bəhruzoğlu partlayıcı qurğunu götürərək yaşadığı Biləcəri qəsəbəsindəki Hələ başqa bir də gəlib götürür. həyat evinin ətrafında gizlədib. Eyni zamanda İran İslam Respublikası vətəndaşı Hafiz Tavassoli tərəfindən ictimai xadimin həyatına sui-qəsd cinayəti törətmək məqsədi ilə Komediya bax, həm də buradadır. Maşının içində danışmaq. Azərbaycan vətəndaşı Şabanova Nərminə Ramiz qızı ilə əlaqə saxlanılıb və ictimai xadimin işlədiyi ünvana getməsi, həmin yerin, eləcə də sözü gedən şəxsin fotoşəkillərinin çəkilməsi barədə tapşırıqlar verilib. Bununla yanaşı Şabanova Sepahdan ictimai xadimin öldürülməsi üçün 3-cü ölkə ərazisindən Azərbaycana göndərilmiş əcnəbi vətəndaşın qarşılanması, oteldə yerləşdirilməsi və cinayəti törətmək məqsədi ilə silah və nəqliyyat vasitəsi tapmasına dair təlimat da alıb. Məhz bu məqamda İsmiyev Naib Ağa İsmioğlu 80 min manat müqabilində ictimai xadimin öldürə biləcəyini Nərminə Şabanovaya bildirib. Bununla əlaqədar Naib İsmiyev ictimai xadimin iş yerinə gedərək cinayəti icra etməyi və icra etdikdən sonra hadisə yerindən qaçıb gizlənməyi planlaşdırmaq üçün mobil telefonu ilə həmin yerin video çəkilişlərini aparıb və cinayətkar qrupun üzvü Nərminə Şabanovaya göndərib. Sonra gəlirsən buradan. Burada gizlənmək rahatdır. Boş şeydir burada gizlənmək, maşını itirmək. Bu tübəkdir, bu heç. Gəldim bu maşını. Burada motosikleti atıb.
Başqa maşına keçmək olar. Eyni zamanda onlar cinayəti icra etmək məqsədi ilə odlu silah, habelə digər alət və vasitələr axtarmaq və əldə etmək barədə sövdələşməklə ictimai xadimin həyatına sui-qəsd cinayətinə hazırlıq həyata keçiriblər. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən keçirilmiş qabaqlayıcı təxirə salınmaz əməliyyat Payda, milli qəhrəmanlarımız da bizim Dövlət Təhlükəsizlik Xidməti. Əli Nağıyev, sənin boynunu yerə soxum. Ceyhun Şadınızki, 2 qat sənin boynunu yerə soxum. Çünki siz millətin boynunu yerə soxmağa çalışırsınız. Milləti avam yerinə qoymağa çalışırsınız. axtarış tədbirləri nəticəsində qeyd olunan xüsusilə ağır cinayətlərin qarşısı alınıb. Belə ki, Quliyev Tərxan Tərlanoğlu, Ağayev Nicat Zamanoğlu, Abdullayev Əsəd Tofiqoğlu, Rüstəmov Rəşad Fərhadoğlu, Yat yere! Yat yere! Yat! Ellerine böyle kızlar! Uzan yere! Əməliyyat çəkilişi deyil bu. Bu əməliyyat çəkilişi deyil, kino çəkilişidir. Özləri deyiblər ki, giririk içəri, o birisi otaqda da Allah bilir, TTX-nın öz əməkdaşıdır, dayanıbdır. Yəni sadəcə kino çəkmək lazımdır. 2 dəqiqəlik dediklərimizi elə yat yerə, qapını açırıq, aç qapını. Ağayeva Xədicə Zakir qızı, Əhmədov Elvin Bəhruzoğlu, Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib İsmixanoğlu törətdikləri əməlləri, eləcə də Sepahla əlaqəli şəxslərin tapşırığı ilə partlayıcı qurğunu götürdüklərini, sui-qəsd planları ilə əlaqədar tapşırıqları icra etdiklərini etiraf ediblər. Qeyd edilən müddət ərzində ölkəmizə qarşı birbaşa terror aktlarını təşkil edən şəxsin Sepahın Kəşfiyyat Təşkilatının zabiti polkovnik hərbi rütbəli Ali Aşqar Bordbar Şeraminin olduğu aşkar edilib. Ölkə ərazisində sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə kəşfiyyat xarakterli məlumatların toplanılması və terror təxribat aktlarının təşkilində iştirakı müəyyənləşən İran İslam Respublikası vətəndaşları Zankyan Yasir Rahim, Rüstəmzadə Behnam Sahibali, Hafiz Tavassoli. Bütün bunlar İrandan Azərbaycana narkotik göndərən adamlardır. Yəni ola bilər, bəlkə də yəni Sepahın xəbəri var, onlar da elə Azərbaycan tərəfindən bəziləri əməkdaşlıq eləyirlər, bizim generallarla narkotik gəlsin, satılsın, oradan Gürcüstana keçsin, Rusiya keçsin, Avropaya keçsin. Nə qədər Gürcüstan sərhədində tutulan Azərbaycandan keçən narkotiklər olmuşdu. Yəni bu adamlar narkotacirlərdir. İstintaq tədbirləri zamanı cinayət əməllərində iştiraki aşkarlanan Azərbaycan vətəndaşları barəsində də qərarlar qəbul edilib. Belə ki, Quliyev Tərxan Tərlanoğlu və Ağayev Nicat Zamanoğlu, Abdullayev Əsəd Tofiqoğlu və Rüstəmov Rəşad Fərhadoğlu cinayət məcəlləsinin müvafiq maddələri ilə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum ediliblər. Deməli, bunlar ən azından 1 il əvvəl baş vermiş şeylərdir. Bəlkə də 2 il, bilmirəm. Artıq iş də veriblər. Aylarla həbsxanada yatıblar, təcridxanada yatıblar, məhkəmələri olub, axırıncı məhkəməsi olub, iş də veriblər bu Azərbaycanlılara. Bəs dediyim kimi, onda bu prezidenti niyə xəbərdar etməmişdiniz ki, siz bu İran terrorlar tölədir, ayıbdır. Ən azından yəni buna bir etiraz bildirərdi. Təsəvvür edin, Bakı-Ceyhan kəmərini partlatsaydılar nə olardı? Və buna hazırlaşırlarmışsa əgər bunlar, Naxçıvana bir dənə dronun düşməsindən daha betər imiş. O vaxt niyə İlham Əliyevi demirdiniz? TTX, bəs belə şeylər var, cənab prezident, indi çıxış eləmək lazımdır. Yoxsa dünənlərin Naxçıvan şousuna görə əl-ayağa qatıb. Bunu danışdıq biz, əziz həmvətənlər. İlham Əliyevi məcbur eləyiblər ki, sən əlaqələri kəsirsən İranla. O da deyib, mənə bəhanə lazımdır. Deməyə bir arqument səsləndirmək lazımdır. O da deyib, onlar da kimlərsə deyib, ya özləri birgə bərabər Naxçıvan dron düşməsini təşkil eləyiblər. Və Əliyev də deyib ki, hə, bax, bu başqa şeydir. İran, siz terrorçusunuz, naşərəfsiniz, nadürüsünüz və bu günləri səfirlik və konsulluğu İrandan çıxardır, sərhədi tamamilə bağlayır, Azərbaycanlı tır sürücüləri qalıblar İranda, ölkəmiz onları buraxmır geriyə, münasibətlər bitdi. Buna hazırlıq imiş. Bəs o İranlıların taleyi aqibəti necə olubdur? İrandan göndərənlər. Onlar isə keflərindədir. 3 müddətə azadlıqdan məhrum etmə cəzasına, cinayət məcəlləsinin 29-204 birinci maddəsilə 6 il müddət azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Apara bilərsiniz. Şabanova Nərminə Ramiz qızı və İsmiyev Naib Ağa İsmioğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 28-277, yəni
dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsdə hazırlıq. Əhmədov Elvin Bəhrizoğlu isə Cinayət Məcəlləsinin 228.2.1, yəni qabaqcadan əlbir bir qrup şəxs tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuları əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunaraq barələrində məhkəmə tərəfindən həbs qəti imkan tədbiri seçilib. Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsi tərəfindən toplanılmış materiallar məhkəməyə göndərilib. Xarici xüsusi xidmət orqanları tərəfindən Azərbaycan Respublikasında terror, təxribat və sui-qəsd aktlarının planlaşdırılmasını təşkil edən, eləcə də onlarla əməkdaşlıq edən şəxslərin dairəsinin müəyyən olunması məqsədi ilə kompleks istintaq əməliyyat tədbirləri davam etdirilir. Məhz bu səbəbdən də əhali ayıq-sayıq olmağa çağırılır. Sonu azadlıqdan məhrum etməklə nəticələnən Kim çağırır? Xalqa, millətə yalan danışan, şərləmə işi ilə məşğul olan Dövlət Təhlükəsizlik Xidməti. Dəyərli dostlar, gələ indi mənim bildiklərimi. Deməli, aylar öncə mənə yazmışdılar ki, Tural bəy, bəs bizim ailənin üzvləri narkotik, biz qəbul edirik ki, onlar narkotik, yəni alış-verişində iştirak edib, bir andan kimlərsə tanımadıqları adamlar göndərib, deyiblər ki, filan yerə qoyuruq, bizimkilər də gedib götürüb və kiməsə satacaqmış. Və Dövlət Təhlükəsizlik Xidməti də bunları tutublar. Amma məhkəmə ərəfəsində gəlib bunlara terrorçu maddəsi də qoymaq istəyirlər. Və xahiş edirik bunları işıqlandırın. Mən də, yəni, məsələ həssas məsələdir. Hər mənə yazılan xəbəri durub özüm səsləndirəsi deyirəm ki, təklif eləmişəm ki, gəlin, özünüz müsahibə verin, danışın. Deyiblər ki, Tural bəy, nə danışırsınız? Bizim atamıza od qoyarlar. Gəlib evdən uşaq körpəmizi də apararlar, biz danışa bilmərik. Bu xəbəri sanki siz başqa yerdən eşitmiş kimi sayın. Dedim, mən belə iş görmürəm. Yəni, sən demə, o vaxtı bunlar, bu bədbəxtlər deyərkən düz deyirmiş. Mən də nə bilim, yəni hər kəsin dediyinə sadəcə sözünlə inana bilmərəm ki, dəvət edirəm ki, gəl, dərdini özün danış. Danışmırsansa, mən hər xəbərə məsuliyyət daşıya bilmərəm. Amma indi Dövlət Təhlükəsizlik Xidməti bu oyunu çıxardanda anladım ki, o bədbəxtlər elə o vaxtı düz deyirmişlər. DTX-yə, hökumətin yalan, yaltaq saytlarının yazdıqlarına inanmayın. Azad Söz kanalına inanın. Videolarımızı izləyin ki, doğrulardan vaxtında xəbərdar olasınız. Salamat qalın.